görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam değerli izleyiciler, hoş gördük hər birinizi, hər birinizin hər vaxtınız xeyir olsun. Değerli izleyicilerimiz, akşam canlı yayımımızda gələn pullar haqqında sizlərə bir məlumat vereyim. Peter'dən Faik qardaşımız 1500 rubl göndərib. Allah min əvəzin versin. Çimnaz bacımız 1000 rubl göndəribdi. Sumqayıtdan Allah bəndəsi 5 azeyin göndəribdi. Zəhra balanın adından 1000 rubl gəlibdi. Eliş qardaşımız 2000 rubl göndəribdi. Həmid qardaşımız 300 rubl göndəribdi. Yevlaxlı Vüqar qardaşımız 1000 rubl göndəribdi. Yevlaxlı Vüqar qardaşımız qızı Ali'nin adından 1000 rubl göndəribdi. Yevlaxlı Vüqar qardaşımız Səbinə balanın adından 1000 rubl göndəribdi qızı. Və Yevlaxlı Vüqar qardaşımız yenə son beşik oğlunun adından, Eminin adından 1000 rubl göndərib. Çox sağ ol Vüqar qardaşım. Allah balalarını saxlasın. Allah qazancına bərəkət versin. Jevskidən Asif qardaşımız 1000 rubl göndəribdi. Aslan əmimiz 500 rubl göndəribdi. Allah min əvəzin versin. Nalə bacımız 1000 rubl göndərib. Bunu başqa bir uşaq var, ona işıq pulu göndərib. Çox sağ ol Nalə bacı. Allah min əvəzin versin. Qaşqay əmi Geranboy rayonunun Qazaxlar kəndindən 2000 rubl göndərib. Təşəkkür edirəm. İmişli rayonundan Faik qardaşımız 500 rubl göndərib. Çox sağ olun. Allah qazancınıza bərəkət versin. Allah ruzunuzu bol eləsin. Və gözəl izləyicilərimiz, xahiş edirəm hər kəsdən. Mən bu dəqiqə hal-hazırda Cəllabaddayam. Petrovkada tikilən evimizin bu günlərim açılışıdır. Və bu evdə maddi, mənəvi zəhməti olan hər bir kəsə öz minnətdarlığımı bildirirəm və mənim gözəl dostum Maqa qardaşıma təşəkkür edirəm. Yəni bu işi Maqa qardaşımız apardı, əziyyətin o çəkdi. Allah canını sağ eləsin, Allah balalarını saxlasın. Və burada təmənnasız işləyən ustalarımıza ayrı-ayrılıqda hər birinə öz minnətdarlığımı bildirirəm. Allah canlarını sağ eləsin. Gözəl izləyicilərimiz, indi isə videomuz davam eləyir. Xahiş edirəm videonu sona qədər izləyin. Evimizin açılışını inşallah canlandıracağıq. Kanalımıza abunə olun ki, çəkilişlərimizdən xəbəriniz olsun. Dəyərli izləyicilərimiz, bax, tikilən evimiz budur. Cəllabadda, Seyid ocağında. Allah kömək eləyən, maddi, mənəvi, burada əziyyəti, zəhməti olan hər bir kəsin canını sağ eləsin. Gözəl izləyicilərimiz, indi isə qapılarımız açılır, açılışımız başlayır. Allah çox-çox xeyir versin, bax bu evdən. Bu evdə maddi, mənəvi dəstək olan hər bir kəsə öz minnətdarlığımızı bildiririk. Maqa qardaşım, xoş gördük. Bizim gözəl kanalımızın ağsaqqalı Habiləmimiz. Salam ay Habiləmi. Salam əleykum. Salamlayıram izləyiciləri də. Allah hamının canını sağ eləsin. Kimlər ki ora 1 manat, 100 manat fərqi yoxdur. Əziyyət çəkibsə halallıqların versin. Allah o balalara da can sağlığı versin. Uzun ömür, sağlam candan o evdə boya başa çatsınlar. O evdən səsləri gəlsin, həmişə xoş sədalarını eşidək. Sağ ol, sağ ol. Allah sənin də qapını açsın. Sağ ol. Allah kömək olsun, kömək eləyənlərə. Allah ölənlərinə rəhmət eləsin, yerdə qalanlarına da can sağlığı versin. Çox sağ ol, çox sağ ol. Biz çəkilmişi davam eləyək də danışarıq. Maqa qardaşım, xoş gördük. Salamlayıram hər kəsi, Allah qəbul eləsin. Qrup əhlini salamlayıram. Kim bu evdə maddi, mənəvi nə kömək elədi, Allah kömək olsun. Amin. Burada bütün ustalar təmənnasız işlədi, Allaha xatir işlədi. Allah onların da canını sağ eləsin. Amin. Bu evin bütün şifr sistemin Kərbəlayı Ramin bu kənd sakini verdi. Allah qəbul eləsin. Amin. Bütün evin pəncərələrin Kərbəlayı Fikrət verdi. Allah qəbul eləsin. Amin. Bu kənd sakini. Bu evin qaz peçin Kərbəlayı
Fikrət verdi. Allah ölənlərin rəhmət eləsin. Amin. Ustulun mizin Fikrət Əlsafaoğlu bu kəndin sakini esanat elədi. Allah qəbul eləsin. Amin. Bütün kuxna mebelin bu kəndin nə qədər Rusiyada uşaqları var, həm evin tikilişinə kömək elədilər, həm də bütün mebellərin almağına təşkilat pul göndərdilər. Allah qəbul eləsin bu kəndin sakinlərini. Evin xalçasın Alardan Hacı qardaşımıza esanat elədi. Allah qəbul eləsin. Amin. Evin lüstrlərin yenə də Kərbəlayi Fikrət esanat elədi. Allah qəbul eləsin. Sağ olsun. Evin divanın bu rayon sakini Xəzər Marketin yəsi esanat elədi. Allah qəbul eləsin. Bu evin də belə tezlikcə başa gəlməsi məndən yox, Emin ustadan asılıdır. Hoş gördük. Allah xoşları olsun. Bu işe başladı da birim başlamıştı keçən il. Daha doğrusu ikisi. Onlardan başa verdi. Buna da başladı. Kısa müddətdə yola verdi. Allah xoşları olsun. Allah Məhəmmədin də bu cəmiyyətimizin də canını sağ eləsin ki, cəmiyyətdən bizə dəstək çox oldu. Amin kardeş. Bu evin bütün ışıq sistemin Ruslan qardaşımız verdi. Kanalımızdan Allah qəbul eləsin. Amin. Bütün ışıq sistemin, su sistemin Xalq qardaşımız çəkdi. Allah ölənlərə Hoş gördük Gözəl usta. Allah canını sağ eləsin. Yəni köydə Allah. Gəl bura qardaş. Yəni sizin baş sözlə mən baş sözlə. Tam bura gəl. Allah xoşlar olsun. Bizim də əlimizdən gələni biz də deyirlər. Çəkdik də, lüstrə nə qədər astladıq da, suyun, krantın hamısın nə elədiysə Allaha xatir hamısı halal xoş olsun. Sağ ol qardaş. Allah xeyirlər versin. Salamat otursunlar. Amin. Uzun Amin. ömür safcan. Çox sağ ol. Bizim əlimizdə də bütün qaçaraq işlərin dalıca gedən bu uşaq oldu. Allah bunu canı sağ eləsin. Məhəmmədin Və qardaşı oğlu. Atası da burada axşama kimi oturdu. Oturmaq da hasaddır, düzdür, xəstədir. Allah ona da şəfa versin. Amin. Yəni onun da Maşınlıq olanda da qaçıb götürüb material alırdı da. Ən azından. Kərbəlayi qardaşımızın da Allah canını sağ eləsin. Bu evin bütün pərdə sistemində o qardaşımız, Ramin qardaşımız sanat elədi. Allah qəbul eləsin. Ustamız da Öpürəm qardaş. Ustamız da başqa rayondan gəldi. Bütün onun karzinizlərini də astı, pərdəsini də astı. Allah qəbul eləsin. ol Allah qardaş, köməklər sağ ol. olsun. Evin qapısın, Lənkəranlı İlqar qardaşımız Öz qardaşı ilə birlikdə. qardaşı ilə bir yerdə sanat etdi. Allah qəbul eləsin. Sağ olsun. Evlərimizin evin kuxna hamamın bütün nə qədər üzr istəyirəm, unitaz duş sistemi var. Onu bu kəndin sakini Rəşad Misroğlu sanat elədi. Allah qəbul eləsin. Aboylarımız da kanalımız tərəfindən Aboylarımız da sən bilirsən, kafirlərimiz də sən bilirsən kim şeydə sanat elədi. kafelimizi bizim gözəl qardaşımız Allah atasına Firdevs əmmizə şəfa versin. Amin. Gözəl qardaşımız hamamın kafeli sistemini götürdü özlərinə. Eliş qardaşımız sağ olsun. Krafatlar aldı uşaqlara. Həmi evimizə aboyların, bir otağın aboylarını o aldı. Zahir qardaşımız Sadoğlu minnətdarlığımızı bildiririk. Evin aboyunu bir otağını aldı. Aboyun Cəllabad sakini. Eliş qardaşımızın Uzun dostu. dostu. Neydi Allah onun adı? Deyəcəm bir dəqiqə. Nəysə. Qardaş Cəllabad sakini. Sanat elədi. Dünqa qadını. Hə. Abizər qardaşım. Abzər qardaşımız Cəllabaddır. Bu otağın birinin bütün aboyun kleyini sanat elədi. Sağ olsun. Bu evin təməlinin almatırışın Ruzə ustamız elədi təməlini asız Allah Sağ olsun. qəbul eləsin. Bu evin bütün kərpicini örən qardaşımız Salam gözəl usta. Hoş geldin, hoş geldin.
Necəsən? Allah razı olsun. Allah səndən də razı olsun ki, bu günlərim artıq evimiz yekunlaşıb, açılışını eləyirik. Sizi kimi gözəl, vətənpərvər ustaların sayəsində, xeyriyyətçi Azərbaycanımızın mərd insanlarının sayəsində. Allah sizi var eləsin. Sağ olun. Allah razı olsun. Kimin nə əməyi var, istəyir maddi, mənəvi. Allah razı olsun. Allah qazancına bərəkət versin, ruzusuna bərəkət versin. Amin. Amin qardaş, amin. Allah zanlarını sağ eləsin. Hamamında Karfilin, Kəlbalayı qardaşımız Eysanat elədi sakit. Usta kimi təmannasız Allah qəbul eləsin. Sağ ol. Pilləkənin Gözəl Karfilin, usta. Allah zanını sağ eləsin. Az saqqal. Minnətdarımızı bildiririk. razı olsun. Böyük şey. Çox sağ ol. Allah qəbul eləsin. Bütün kanal əhlinə də öz minnətdarımı bildirirəm. Çox kömək elədilər, Allah köməkləri olsun. Elə həmişə birliyimizi Allah əlimizdən almasın. Amin. Neçə belə evlər tikilsin Allah yolunda. Amin. Amin qardaş. Sağ ol. Sənin də zəhmətin Halal xoşlar olsun. nə qədər ki kanalımızda evlər tikilib, sənin də orada maddi köməyin var. Allah qazancına bərəkət versin, atana rəhmət eləsin, balalarını saxlasın. Halal xoşlar olsun, halal xoşlar olsun. Bu evdə də nə maddi, mənəvi əziyyət çəkdik, halal xoşlar olsun. Qalan bir şey də qalıb. Bu günləri bir dənə də Allah bəndəsi bu evə Cəllabad sakini, bu kəndin sakini paltaryuan maşın hədiyyə elədi. Sağ olsun. Allah Bir qəbul. dənə nə qalıb? Nə qalıb? Bir nə qalıb? Nə qalıb? Axşam mən canını açdım, gözəl izləyicilərimiz. 500 manata 10.500 yığıldı. Onu köçdüm Maqa qardaşımızın kartına. Qalan o 500 manatı da elə bax bu Maqa qardaşımız bağladı. Allah canını sağ qəbul eləsin. eləsin. Sağ ol Allah qardaş, qəbul öpürəm. Qazancına bərəkət. Allah qəbul. Hə, gözəl izləyicilərimiz, çəkilişimiz gözəl olacaq, maraqlı olacaq. Bir də Maqa. Lazım müxarta. Gözəl qardaş, bu günlərin bu sanat qoyun kim gətirib? Bu anar qardaşımız Tümendən bu kənd sakini həm bu evə çox güclü kömək elədi. Sağ olsun. Neçə bir dəfələrdən kömək elədi. Bir dənə də bu günləri qurban kəsdi. Allah qəbul Allah qəbul eləsin. eləsin. Bir qurbanda mənim üzr istəyirəm evlatlarım tərəfindən kəsildi. Kərbəlayı qəbul Kamran tərəfindən, Fərid tərəfindən. Allah qəbul eləsin. Allah qəbul eləsin. Nə niyyətə kəsdilər? Atası kimi vətənpərvər olmalıdır. Nə niyyətə kəsdilər Allah qəbul Amin, eləsin. amin, amin qardaş. Hə, gözəl usta izləyicilərimiz. İndi evimizin içində də möhtəşəm bir çəkilişimiz olacaqdır. Gözəl izləyicilərimiz, bax bizim kanalımızdan bax bunu da Aristonu Zəhra bacımız pes almaq üçün pul göndərmişdi. Biz də dedik pes var, bax o da bacımız da bunu aldı. Allah bacı balalarını saxlasın, Allah canını sağ eləsin. Allah qəbul eləsin. Allah qəbul eləsin. Amin, amin qardaş. Hansı fikir gəlsin tapmasın. Başqa bir dənə şu özüm üçün müştəri Allah qəbul eləsin. Gözəl izləyicilərimiz, bax evin bu böyrünü zabor elədilər. Bunu kim çəkdi qardaş? Zaboru da, bu zaboru da. Şifirin adın çəkilməyin istəmir. Bu bir kənd sakini İhsanat elədi. Nəinki bu evin zaborun. Keçən ilki evin də bütün evinin üstün şifirini İhsanat elədi. Allah sağ Nə niyyət elədi, Allah qəbul eləsin. Sağ ol. Ancaq Xaqani, Allah şahiddir ki, mən buradan hər izləyiciyə deyirəm. Allah şahiddir ki, Allah qəbul eləsin. Amin. Belə bir iş görməyi Allah qəbul eləsin. Allah yetirir. Ancaq səbr lazımdır. Səbirli insanlar lazımdır. Yəni mən səni indi başa düşürəm ki, sən nələr çəkirsən. Allah qəbul eləsin. Qıraqdan baxana sat gəlir də qardaş. Özümə də hasad gəlir deyilə. Eləmi? Allah qəbul eləsin. Sağ ol, sağ ol. Bizim bir qonşu dayımız var. İndi mənə tutub deyirsən, həmin adam deyirsən. Hər gələndə gəlirdin bizə. 5, 3, salam, oturmaq, durmaq, sən bir dəfə dönməyibsən. Vallahi elə baş qarışır, et bilmirsən. Taxta dalıca gedəsən, mişar dalıca gedəsən, kraska dalıca gedəsən, lak dalıca gedəsən, usta dalıca gedəsən. Hamısı vallahi əziyyət istəyir, halal xoşları olsun. Halal xoşları olsun.
Yəni xoşlar olsun. sən neçə bir evlər tikibsən, birini tiksən deyərəm hə. Çox məsuliyyətli işdir. Vallah uzaqdan baxana vallah Allah şahiddir ki, Asant gəlir. asant gəlir. Vallah asant gəlir. Ancaq çox məsuliyyətli işdir. Vallah çox Buna böyük ürək, böyük əsəb lazımdır ki, bunu hamısını yerinə Bir verirlər. günlük başım vardı, o dedi vallahi. Allah qəbul etsin. Sağ ol kardeşim. Allah qəbul etsin. Sağ ol. Gözəl izləyicilərimiz bax, gözəllik belə olur. Birlik budur. Bir yumruq kimi birləşdik. Bax, gözəl belə bir ev tikildi, başa çatdı. Artıq ailə bu evdə yaşayır. Dəyərli izləyicilərimiz, bax, bura evimizin giriş pilləkənidir. İlqar qardaşımız sağ olsun, bax, bu qapını İlqar qardaşımız pulun göndərmişdi. Bura bizim hamamımızdır. Allah Firdosəmimizin şəfasını versin. Onun da oğlu göndərdiyi bax pulla hamam belə gözəlləşdi. Bura giriş otağımızdır, zalımız. Salam aleyküm. Nuş olsun, nuş olsun. Sən də yemiş olsun. Allah bu evdən çox xeyir versin. Bu balaların burada toy görsünlər. Mən də buradan bütün Cəllabadlılara öz minnətdarlığımı bildirirəm. Həqiqətən ustalarımıza öz minnətdarlığımı bildirirəm. Çox gözəl iş gördünüz. Allah hər birinizdən razı olsun. Kanalımızda nə qədər ki izləyicilər var, nə qədər ki bu evə yardım edən qardaş bacılarımız var. Allah hər birini qorusun. Qürbətdə yaşayan Azərbaycanlılarımızı Allah qorusun. Uşaqlar orada çörək yeyir, qazan görür. Onları çörəksən. Yaxşı, mənim gözüm üstə. Oranı maqaçesi başqadan. Maqadən gəldin özünə yer tapdın. Mənim yerim burada deyirəm. Totuş, nətərsən? Allah xeyir versin evinizdən. Sağlam canla oturun bu evdə. Bu evə maddi, mənəvi dəstək olan hər bir kəsə nə etmək lazımdır? Çörək yeyirsiniz, süfrə başındasınız. Allah onlardan sağ olsun. Sənədən rəhmət etsin. Qəlb yerdə onlara gəlməmizə baxışasın. Allah Allah canına dəyməsin. Bizi sevindi, Allah onları sevindirsin. Amin. Allah onlardan sağ olsun. Ölənlərə rəhmət. Qəlb yerdə olanlar qəlb müamizəyə başlasın. Amin, amin. Allah maqəminizin də canını sağ eləsin. Maqəmimizin bu evdə çox əziyyəti var. Allah canını sağ eləsin. Bacı, Allah çox xeyir versin bu evinizdən. Can sağlığı ilə oturasınız bu evdə. Allah bizə köməklik eləyənlərə, Məhəmmədin, Rüstəmin, Vasifin, Yusufin, tüm kim köməklik eləyirsə, Allah onların ölənlərə rəhmət eləsin, can sağlığı versin, ömür versin. Qərib yerdə olanda qərib imarızlığa bağışlasın. Həbsxanada olanlara Allah Taala tez-tezə yolunu açsın gətirsin. Xəstələrə şəfa versin. Amin. Can sağlığı versin. Neyini necə eləyim deməsinlər. Başlarından töksün, ailələrini xoşbəxt eləsin. Amin. Amin. Çox sağ olun bacı. Öz malları Allah özlərinə xeyir qismət olsun. Amin Allah, amin. Keçək növbəti otağımızı çəkək gözəl izləyicilərimiz. Bura gözəl izləyicilərimiz növbəti otağımızdır. Buyurun baxın. Allah çox xeyir versin. Can sağlıqlarına qismət. Sabir bir ürək sözcüyü denədir. Xeyirda ver Ağsaqqal. Ağsaqqal adamsan. Allah xeyirlərini versin. Allah bunu bitirənlərin də canını salamat eləsin. Bir-birinə yardım eləyənlərin də Allah canını salamat eləsin. Kim nə göndərir, Allah xoşbəxt eləsin. Amin, amin. Çox sağ ol baba, çox sağ ol. Minnətdarıq. Gözəl Ağsaqqalımız, eşidirik, sən də bir ürək sözünü deyək.
Allah canı şanında salamat eləsin. Həmişə belə çıxır işlərdə iştirak eləməyi mən Allahdan istəyirəm. Çox sağ olun. Allah mübarək eləsin, gözlər vurusu görsünlər. Gün olsun içərisində toy eləsinlər. Allah bu ülkəni də, işləyənləri də, kömək eləyənləri də, bu işdə də çalışanları da canları salamat eləsin, ciblərin dolu eləsin, dünyanın xatasından, bəlasından soğusun Allah. Onların neyini necəliyim deyən günlərin biz eşitməyək, görməyək. Həmişə onların xeyir işlərdə iştirak elədiklərini eşidək, bilək, biz də fəxr edək. Allah mübarək eləsin. Allah sənin də canı salamat eləsin. Çox sağ ol. Mən də balaların şadlığında gələk əyləşək. Sağ ol, çox sağ ol. Minnətdaram. Allah canını sağ eləsin. Eşidirik səni də gözəl ağsaqqal. Əvvəla sən bizim eşitdiyimə görə Bərdədənsən. Bəli, bəli. Oradan bura gəlməyə münasibətilə sən təbrik edirəm. Çox sağ ol. Bu işdə iştirak elədiyinə görə çox sağ ol. Çox sağ ol. Sənə minnətdaram. Bunlar hamısı bizim gözümüzün qabağında böyüyümüş uşaqlardır. Bunların elə mağazadan danışıram. Bunlar indi ondan sonra atası da yaxşı kişi idi. Allah rəhmət eləsin. Xeyir-şərdə həmişə iştirak ediblər. Xeyir-şərdə iştirak elədiyinə görə çox sağ olsunlar. Sağ ol. Mənim də indi bacım uşaqları oradadır. Bilmirəm indi onların əlaqəsi var, yox sizlə. Hamıza can sağlığı. Ölkəmizdə sülh əmin-əmanlıq olsun. Amin. Yaşadıqlarınız yerlərdə can sağlığı, uzun ömür, həyat xoşbaxtlığı. Allahın ən gözəl arzularını sizə arzulayıram. Sağ ol. Çox sağ olun, var olun. Çox sağ ol. Minnətdaram əmi. Çox sağ ol. Allah razı olsun. Allah canını sağ eləsin. Allah hər birimizdən razı olsun. Gözəl ustalar, gözəl ağsaqqallar, minnətdarımızı bildiririk. Çox mübarək. Rahmet yaşasınlar. Allah xeyir etsin. Allah qəbul eləsin. Təşəkkür edirəm sizin ki, xeyriyyətçi insanlar Bərdədən bura gəlirsiniz. İşinizi, gücünüzü, yəni qızıldan qiymətli vaxtınızı sərf edirsiniz bura. Sizin kimi insanların qarşısında baş edir. Xeyriyyətçilik odur ki, ağsaqqallıq yaşlılıqla deyil. Kimin belə xeyriyyə eləməyə, xeyriyyətçilik eləməyə gücü çatır ki, ağsaqqal ona deyirlər. İstəyir buradakı insanlar, istəyir ki, Rusiyada yaşayan Azərbaycan qardaşlarımızın Allah dayağında dursun. Amin. Onların ruzuların, ömrünə bərəkət versin. Amin. Yəni burada 5 nəfər insanı bataqlıqdan qutardınız. Küçük ev, görünən deyir daha nə bələdsə, əvvəl çəkdüz göstəribsiniz. İndi buna bax, ona bax. Yəni Çox sağ ol. insan bu cürə olmalıdır. Xeyriyyə işləri ilə məşğul olmalıdır. Allah sizdən razı olsun. Məhəmməd qardaşımız yəni xeyriyyəçi insandır. Məhəmməd qardaşımız bu Cəllabadın fəxridir. Allah onun atasını rəhmət eləsin. Amin. Allah kömək olsun. Çox sağ ol. Sağ olun. Allah sizdən də razı olsun. Sağ ol. Gözəl izləyicilərimiz, bu günləri Maqa qardaşımızın anası da buradadır, mənim də anam buradadır. Xoş gəlmişsiniz. Sağ olun, salamat olasınız. Eşidirik ama bir ürək sözünü deyir, bir xeyir duanı ver. Allah sizdən razı olsun. Çox sağ Sizin olun, kimi ana. cavanlardan Allah razı olsun. Allah bu həyat vacıya yığılan o cavanların, ağsaqqal ağbirçəklərin ömrün uzun eləsinlər ki, bugünkü gündə bu tifil balaları şad elədilər. Çox sağ olun. Allah həmişə o qayğıkeş insanları, kömək edən insanların həmişə köməyində dursun. Amin. Amin. Bunların ruzuların başından töksün. Amin. Həmişə taytuş içində uca olsunlar. Amin. Ən birinci şirin olan Allah can sağlığını onlara versin. Amin ana. Amin. Rəbbimiz özü onlara böyük ömür hidayət eləsin. Amin. Bunlar necə rahat olurlar, onların da evlatları elə rahat yaşasınlar. Amin. Onları dünyaya gətirən ana, ataların əllərindən öpürəm, onlara sağ ol deyirəm ki, o oğlanlar belə xeyirxah işləri görüb kömək eləyiblər. Çox sağ olsunlar. Siz də sağ olun ki, işıqlandırırsınız. Çox sağ olun ana. Allah sizi kimi ağbirçək anaların xeyir dualarını hər zaman biz cavanların üstündə yar eləsin. Amin ya Allah, amin ya Allah. Çox sağ olun. Mən də Fəqani. Bütün izləyicilərimə
öz təşəkkürümü bildirirəm. Yəni sən çəkib işıqlandırırsan, bunun hamısını onların köməyi ilə eləyirsən. Allah onların köməyində olsun. Amin. Allah nə arzuları varsa ona yetirsin. Onlar arzularına çatsın. Bu uşaqlar ki, arzularına çatıb sevinirlər. Allah haqqı uşaqların sevincləri həddi hüququ yoxdur. De bax, o dərəcədə sevinirlər. Mən dünəndən buradayam, mən görürəm. Allah hamısına uzun ömür, sağlam can versin. Amin. Allah arxalarında dursun. Hara geçsələr Allah arxalarında olsun. Allah xatadan, bəladan, pisdən, şərdən, şəvədədən qorusun. Bütün o Azərbaycan millətini. Amin Allah. Oğul, sən də sağ ol, qadan qalıb, Məhəmməd. Mən sana da böyük təşəkkür eləyirəm. Halal xoşları. Xəqani sənin yanındadır. Sən hər zaman Xəqani yanında olmusan, hər zaman. Ha vaxt mən elə orada da baxmışam, sən orada olmusan, öz yardımını göstərmişsən. Allah sənin balalarını da xoşbəxt eləsin, özünün canını sağ eləsin. Sən tərəfdən də kömək olanlara Allah kömək dursun. Amin ya Rəsul. Mən arzu eləyirəm ki, hər zaman sən də gedəsən yəqin ki, işinə, gücünə, hər zaman Xəqaninin arxasında olasınız. Çox sağ olun, qadan. Sağ ol, sağ ol. Sağ olun. Allah xeyir versin. Allah Maqa qardaşımızın da canı sağ eləsin, atasına rəhmət eləsin, balalarını saxlasın. Gəldi o boyda, uzaq yoldan, bax bu uşaqları, bu ailəni sevindirdi. Allah da səni sevindirsin, balalarınla qardaş. Amin. Çox sağ ol. Halal xoşları. Allah sənin də canını sağ eləsin. Özümüzdə kömək eləməyə, amin. Sağ ol. Allah qərib yerdə olanlardır. Özü xatadan, bəladan qorusun. Amin, amin. Allah sizə də köməyiniz olsun. Səbəbkar oldu özümə. Çox sağ ol. İnşallah Allah köməyiniz olsun. Sağ ol qazan. Bir şey saxlayacağım sana, bir şey. Abi bir şey sonra saxlayacağım. Orada da var. Allah gözəl qardaşımızın canını sağ eləsin. Bax, paltar yuyan maşın gətirdi. Allah canını sağ eləsin. Allah qəbul eləsin. Nə niyyətə ihsanat elədilər, Allah qəbul eləsin. Amin qardaş, amin. Bunu da bu kəndin sakinə ihsanat elədi, Allah qəbul eləsin. Özü də buradadır, indi çəkəcəyik. Allah qəbul eləsin. Sağ olsun. Görülən işdən gülük gəlir, gözəl izləyicilərimiz. Bax, bunu da hədiyyə eləyirlər uşaqlarına, sağ olsun. Keçin. Allah çox-çox xeyir versin. Paltar yuvanı da qardaşımız padark elədi. Sağ olsun. Fotoşonu bəri elə qadın o. Ay sağ ol. Gel başka bir yapayım. Yer boş kaldı getir. Bu nasıl? Bu nasıl çıkıyor? Ha? Ha. Allah xeyir versin. Ağzıya boş kaldı getir. Tez. Xoş gəlmişsən qardaş. Kömək olsun. Çox sağ ol. Kimin nə maddi, mənəvi kömək olub, Allah razı olsun. Sağ ol. Bir dənə ailəndə sevindirdilər, qışda qoymadılar çöldə. Allah ona kömək olsun. Çox sağ ol. Allah sənin də köməyin olsun. Bu yerdə sənin də köməyin var, dəstəyin olub. Allah canını sağ eləsin. Allah qazancına Allah bərəkət səndən razı versin. olsun, sağ olasın. Çəkisiz, işıqlandırırsınız. Ürəyində rəhm olan insanlar kömək edir. Bu evin bütün pəncərələrin, bu evin bütün lüstrlərin, qaz peçin, 150 manatda pul bu qardaşa ihsanat eləyib. Sağ ol. Allah qəbul etsin. Sağ ol qardaş. Allah canını sağ eləsin. Allah qazancına bərəkət Sağ ol, versin. çox sağ ol. Allah Ben kesmeyle tutarmış. Qardaşımız, xoş gördük. Bir ürək sözünü deyək, xeyir duanı ver. Qardaş, var olasın, var. Sağ ol. And olsun deyirəm. Allah səni qorusun, sizləri qorusun. Allah millətimizi, xalqımızı qorusun. Çox sağ ol. Yaxşı oğlanların canını sağ eləsin. Amin. Allah onlara verdikcə versin. Allah onların başına dönsün, qardaş. Çox sağ ol. O bacılara da mənim də adımla təşəkkür bildir. Allah onlara o evdən çox xeyir versin. Sağ ol, sağ ol, sağ ol. Qoy nişan səsi gəlsin. Amin, amin, amin. Sağ ol. Allah sənin də balalarını saxlasın. Onu boşaldın, qardaş. aparın, qoy məscidin yerinə. Çox sağ ol. Sağ ol.
sağ olun. Allah razı olsun sizden. Allah'a and olsun Xəqani. Gözüm yaşarır, Qurana and olsun. O ev nə gündüydü, o balalar nə gündüydü. Maqanı sevdim də o həqiqətən mənim qardaşım. Sağ ol. Allah razı olsun. Çok sağ ol. Çok sağ ol. Xəqani sən də qardaşlar, bütün o qardaşlar ora kimin əziyyətli, nə əziyyət çəkiblər. Asfıraq yerə. Hamısını var eləsin. Bir kəsi ora kimin nə xeyri çəkibsə Allah onları var eləsin. Amin. Canını sağ eləsin. Amin kardeş, sağ ol. Budur millət, budur Azərbaycan. Allah Azərbaycanımızı korusun. Allah Amin, amin. xalqımızı korusun qardaş, var olasın. Amin, sağ ol. Allah sizləri korusun. Sağ ol. Öpürəm. Şədəmiyə də dua edirəm. Seyid də. Mənim gözəl, dəyərli, vətənpərvər, xeyriyyətçi, Azərbaycanımın mərd, igid insanları. Allah sizləri qorusun. Allahın izni ilə bu günlərim Cəllabadda da bir iz qoyduq. 2 körpə balanı sevindirdik xalqımızın birliyi sayəsində. Allah xalqımızı var eləsin. Allah birliyimizi əlimizdən almasın. Güc birlikdədir. Birliyə də bütün Azərbaycan xalqını dəvət edirəm. Allah xalqımızı var eləsin. Qurban olaram xalqıma, xalqımın və birliyinə. Birliyin nəticəsində gözəl izləyicilərimiz artıq 15-ci evi də Cəllabadda açılışını elədik bugün. İnşallah Allahın izni ilə gözəl izləyicilərimiz gözləyirəm 2 günə, 3 günə Ceyranboyda tikilən evimizin açılışı olacaqdır. O evə də gözəl izləyicilərimiz xahiş edirəm. Videomuza baxan bacı və qardaşlarımız gücünüz nəyə çatırırsa köməklik eləyin. O evimizə də stol alaq aparaq. İnşallah açılışımızı eləyək. Allah çox-çox xeyir versin. Nə əziyyət çəkmişəm, haqqı halal xoş olsun. Nə əziyyət çəkilib, izləyicilərimiz zaten əlin cibinə atıb. Həngsə bir kasıbın qəlbin asanda, sevindirəndə, maddi dəstək olanda zaten onlar halallığını verib göndərir. Allah izləyicilərimi qorusun. Allah bizim kanalımızda olan nə qədər ki xeyriyyətçi analarımız var, bacılarımız var, qardaşlarımız var. Hər birinizə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm. Allah sizləri qorusun. Allah qazancınıza bərəkət versin. Ömrünüz uzun olsun. Allah Taala sizləri 200'lü insanlardan, mərdiməzardan, şərdən, böhtandan uzaq eləsin inşallah. Çəkilişimiz bax elə buradaca yekunlaşdı.